Əziz izləyicilər, Zəngəzur TV-də xəbər vaxtıdır. Nilufər Məcnunlu sizə ən yeni xəbərləri çatdıracaq. Günün ən son xəbərləri ilə qarşınızdayıq. Azərbaycan Prezidenti İlham Əliyev 9 may paradında iştirakı üçün Moskvaya səfər etməyəcək. Zəngəzur TV xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov məlumat yayıb. Hindistan və Pakistan arasında 125 təyyarənin üzləşdiyi hava döyüşü baş verib. Məlumata görə tərəflər 2019-cu ildə baş verən Hindistan təyyarəsinin vurulması nəticələnən gərginlikdən sonra öz döyüş təyyarələrini bir-birinin hava məkanına göndərməyə razı olmayıb. Bu səbəbdən hava döyüşü zamanı hər iki tərəf öz qırıcılarının öz hava məkanından kənara uçmasına mane olub. Döyüşdə iştirak edən 125 təyyarə bəzən 160 kilometrdən çox məsafədə bir-birinə raketlər atırdı. Qeyd edək ki, mayın 7-sinə keçən gecə Hindistan aviasiyası Pakistanda 9 hədəfə zərbələr indirib. Pakistan ordusu isə döyüşlər zamanı Hindistan hərbi hava qüvvələrinə məxsus 5 qırıcı, həmçinin 5 ədəd PUA vurub. Pakistanın baş naziri Şahbaz Şərif isə bildirib ki, Hindistan Pakistana qarşı 85 qırıcı ilə hücuma keçib. Zəngəzur TV xəbər verir ki, bu barədə CNN Pakistanın xüsusi xidmət orqanlarındakı mənbəyə istinadla məlumat yayıb. Azərbaycan Hava Yolları Aviaşirkətinin Rusiyanın Moskva şəhərindən Bakıya olan reysi gecikir. Zəngəzur TV xəbər verir ki, bu barədə Şot Telegram kanalında məlumat yayılıb. Bildirilib ki, uçuş vaxtları təxirə salındığı üçün sərnişinlər Vnukovo hava limanında bir sutkaya yaxın gözləyirlər. Qeyd olunub ki, gün ərzində təyyarənin reysi 6 dəfə təxirə salınıb. Azərbaycan Hava Yollarının mətbuat xidmətindən bildirilib ki, yaranan vəziyyətə səbəb Moskvanın hava məkanının bağlı olmasıdır.